Sənədə 2 sütun və 2 sətirdən ibarət cədvəl daxil edilir. Sağ tərəfdə bu cədvəli görürük. Sonra həmin cədvəlin hər sütunundan sonra 2 yeni sütun əlavə olunur. Bir dənə bunu edək. Bu birinci sütundur. Birinci sütundan sonra da 2 yeni sütun əlavə edəcəm. İkinci sütundan sonra da. Hər sütundan sonraya, məsələn, burada 2 dənə yeni sütun əlavə olundu və digərində də. Hər sütundan sonraya, həm birinci sütundan, həm də ikinci sütundan sonra 2 yeni sütun əlavə olundu. Hər sətirdən sonra 3 yeni sətir əlavə edilir. Həm birinci sətirdən sonra, həm də ikinci sətirdən sonra. Hər sətirdən sonra 3 dənə yeni sətir. 1, 2, 3. Digərinə də tətbiq edəcəm. 1, 2, 3. Hər sətirdən sonra 3 yeni sətir əlavə elədim. Ona baxıram görüm hal-hazırda cəmi neçə dənə xana oldu. 8 dənə sətir var, 6 dənə sütun var. Yəni cəmi 48 dənə hələki xana var. Bizə deyir ki, daha sonra bütün cədvəl seçildi. Ctrl-C elədim bunu. Sonra cədvəldən sonra növbəti sətirdə, cədvəldən aşağıya növbəti sətrə qoydum və Ctrl-V edirəm. Onda eynisi də ora əlavə edilmiş olur. Yəni 48 xana yox idi. Elə ki 48-i də yenidən əlavə olunmuş olur onun ardından. Ondan yekunda yaranan cədvəldə bütün xanaların sayı neçə olacaq? Doğru cavab olacaq 96 dənə.